أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم قُلْنَا اهْبِطُوا مِنْهَا جَمِيعًا فَإِمَّا يَأْتِيَنَّكُم مِّنِّي هُدًى فَمَن تَبِعَ هُدَايَ فلا خوف عليهم ولا هم يحزنون والذين كفروا وكذبوا بآياتنا أولئك أصحاب النار هم فيها خالدون يا بني إسرائيل اذكروا نعمتي التي أنعمت عليكم وأوفوا بعهدي أوف بعهدكم وإياي فارهبون وآمنوا بما أنزلت مصدقا لما معكم ولا تكونوا أول كافر به ولا تشتروا بآياتي ثمنا قليلا وإياي فاتقون ولا تلبسوا الحق بالباطل وتكتموا الحق وأنتم تعلمون وأقيموا الصلاة وآتوا الزكاة واركعوا مع الراكعين صدق الله العلي العظيم. Bağışlayan və mehriban Allahın adıyla xoş gördük dəyərli tamaşaçılarımız. Yenidən Gürcüstanda Ramazan adlı verilişimizin növbəti sayında. Bəli, bugün çox önəmli, çox dəyərli, çox mühüm bir gündür. Bugün Qədr gecələrinin birinci günüdür və bugünkü verilişimizi də eləməz Qədr gecəsinə həsr etmişik. Studiyamızın qonağı var və dəyərli qonağı ilə də elə Qədr gecəsinin barəsində danışacaq. Mən istəyirəm qonağımızı sizə təqdim edəyəm. Studiyamızın qonağı Gürcüstan İslam Araşdırmalar Mərkəzinin rəhbəri, dəyərli alim Fariz Rəcəbovdur. Xoş gəlibsiniz hacı. Sağ olun, təşəkkür edirəm. Siz artıq ikinci dəfədir bizim verilişimizdə qonaq olursunuz. Bugün xüsusi olaraq verilişimizi sırf Qədr gecəsi olduğu üçün bugün elə Qədr gecəsinə həsr etmək istədik. İlk öncə istəyərdim elə Qədr gecəsinin mənası və əhəmiyyəti barədə bir məlumat verək. Bismillahirrahmanirrahim. Mən də həm sizə, həm əziz izləyicilərə təşəkkür edirəm. Bugün artıq 18 gündür ki, verilişlər davam eləyir. Bu da bu dəyərli ayın bərəkətindəndir. İnşallah Allah bu əməllərimizi ali dərəcədə qəbul eləsin inşallah. Ümumiyyətlə, Qədr gecəsi dedikdə özü böyük bir coşquya aid olur, şamil olur, belə deyək. Qədr gecəsi dedikdə dua və mənəviyyət hissi, mənası gəlir. Qədr gecəsi dedikdə hətta belə deyək, bir şəhərdə, bir ölkədə, bir müsəlman ümmətində böyük mənəviyyət abu havası yaranır. Təbii ki, bunun özü də mübarək Ramazan ayından bağlıdır və bu dəyərli gecədə bu ayda qərar verilibdir. Amma gəldikdə Qədr sözünün mənası nədən ibarətdir? Qədr sözünün mənası özü ölçü deməkdir. Yəni, bu gecə ilə mənasını uyğunlaşdırsaq və istəsək məna eləyək, bu anlama gəlir ki, Qədr gecəsi, yəni bu ilki Ramazandan gələn ilki Ramazana kimi insanların taleyi, əməli, sərgüzəştinin ölçülü və biçilmə zamanıdır. Bu baxımından Qədr ölçü mənasındadır. Qədr ölçü, əndazə və ərəb sözüdür. Bu cəhətdən qədrin mənası ölçü mənası anlamına gəlir. Sözümüzdə adətən işlədirik qədr bilmək, qədrini bilmək. Belə bir sözdə anlam da var. O kökə, o anlama gəlir.
Və Qur'anın özündə də Allah Teala buyurur ki, İnna ənzəlnahu fi leylətin mübarəkətin. Biz bu Qur'anı mübarək gecədə nazil elədik. İnna kunna munzilin. Və biz elə bil o Qur'anın vasitəsindən çoxlarını qorxutduq, hidayət elədik. Fiha yufraqu kullu əmrin həkim. Bu gecənin əhəmiyyəti odur ki, bütün Allahın hikmətli işləri bu gecədə fərqlənir, bu gecədə ölçülür və bu gecədə öz yerinə yerləşdirilir. Hətta Quranda işarə olunur, 1000 aydan daha üstün. Bəli, hətta Qədr gecəsində də işarə olunur ki, 1000 aydan xeyirli bir gecədir bu gecə. Belə bir əhəmiyyətə malikdir. Bəzi vaxtlar, məsələn, bu gecənin mənası haqqında deyiblər ki, məsələn, bu gecənin Qədr sözünün mənası böyük bir əzəmət və şərafət deməkdir. Niyə? Nə üçün? Çünki bəndə bu gecədə dua etdikdə böyük bir məqama, böyük bir şərafətə nail olur. Bu mənanı da deyənlər var və Qədr gecəsi Qur'an gecəsi olaraq da, məsələn, məna eləyənlər, adlandırılanlar var. Amma bu mənaların hamısını, belə deyək, demək olar. Amma ən gözəl məna ki, birinci mənanı elədik, Qədr sözünün mənası insanların bir illik talihinin bu Ramazandan gələcək Ramazana ölçüb, biçib və öz yerində qərar vermək anlamına gəlir. Ümumiyyətlə, Hacı, Qədr gecəsinin barəsində Quranda həm də Peyğəmbərə sual olunur. Ya Rəsulallah, sən nə bilirsən ki, Qədr gecəsində? Səhv etmirəmsə, ayədə o cür deyilir. Bu sözün mənası ümumiyyətlə nə deməkdir? Yəni, Peyğəmbərə niyə elə bir işarə olunur ki, Allah ki, sən hətta yəni bu gecənin nə olduğunu sən də bilə bilməzsən. Ümumiyyətlə, Qur'an-ı Kərimdə bir neçə mövzu var ki, Allah Həzrət Rəsulullaha xitab olaraq o sual verir. Biri, məsələn, ruhdur ki, və ma ədrakə mən ruh. Ya Rəsulallah, sən nə bilirsən, ruh nədir? Və onlardan biri, məsələn, Qədr gecəsidir. Siz sual verdiyiniz kimi ki, ya Rəsulallah, və ma ədrakə ma leylətul qədr ki, sən nə bilirsən Qədr gecəsi nədir? Bu elə bir zamandır ki, artıq Rəsulullah Allah xitab eləyir. Bu mənada ki, Rəsulullah bəzi incəlikləri bilmədiyinə görə siz insanlar heç bilmirsiniz bəzi incəlikləri. Sonra Allah bu sualdan sonra başlayır özü bir fəza yaratmağa. Və ma ədrakə ma leylətul qədr Leylətul qədri xayrun min əlfi şəhər. Ya Rəsulallah, bu gecə elə bir gecədir, xeyrun min əlfi şəhər, 1000 aydan xeyirlidir. 1000 ayda təqribən 80 il hesab edirlər. 80 etdiyin ibadəti bir gecədə edə bilərsən. Bir gecədə ibadət eləyə bilərsən. Və bunun nazil olma səbəbində bu ayənin bir məsələ bu gün diqqətimi çəkdi. Qeyd edirlər ki, o zaman Bəni İsrail zamanında, Həzrəti Musa əleyhissalam zamanında bəzi döyüşçülər var idi ki, məsələn, ömürlər uzun idi və 80 il zireh geyinib bu müddətdə döyüşə gedənlər var idi və müsəlmanlar bu hadisəni eşidəndə dedilər, kas biz də məsələn 80 il ibadət eləyə bilək, 80 il cihadda ola bilək, bir belə qibtə elədilər. Həsəd yox, qibtə elədilər və bu ayə nazil oldu ki, bəli, elə bir gecə var ki, o gecə 1000 aydan xeyirlidir, 80 ilə bərabər o Qədr gecəsidir. Allah Teala arxasınca buyuraraq fəzanı genişləndirir ki, ya Rəsulallah, Leylətul qədri xayrun min əlfi şəhr, tənəzzəlul mələikətü və ruh, fiyha bi izni rabbihim min kulli əmr. O gecə elə bir gecədir ki, böyük mələk ruh nazil olur. Allahın izni. O gecə, bəli, o gecə elə bir gecədir ki, bütün mələklər nazil olur. Hətta Qədr sözünün bir mənasında deyirlər, darlıq mənasındadır. Yəni, o qədər mələklər asimandan yerə nazil olurlar ki, yer kürəsində mələklər artıq sıxlıq yaşandığına görə bu mənanı da verirlər. Allah bir fəzanı təsəvvür elədir ki, mələklər nazil olur, böyük mələk nazil olur, Allahın izni ilə nazil olurlar. Tənəzzəlul mələikət və ruh fiyha bi izni rabbihim min kulli əmr. O mələklər nazil olur, Allahdan bu bəndələrin o yazılı işlərini, papqalarını, pərvəndələrini gətirirlər yer üzərində zamanənin imamına təhsilim verməyə. Allah belə bir fəzanı bizim üçün təsəvvür elədir və buyurur ki, süpəcən salamatçılıqdır. Bu gecədə bəla yoxdur, bu gecə salamatçılıq gecəsidir. Belə bir təsəvvür yaradır. Təşəkkür edirəm Hacı, gözəl elə giriş üçün, izah üçün. Ümumiyyətlə,
Biz bilirik ki, Qədr gecələri həm də gizlin saxlanılıbdır ümmət arasında, müsəlmanlar arasında. Və deyirlər ki, deyilənə görə son 10 gecənin tək gecələrini Həzrət Rəsulullah əhya saxlayarmış. Belə bir sözlər də gəzir. Ümumiyyətlə, nə üçün bu gecə gizlin saxlanılıb və bu gecənin gizli olması ilə bağlı nə deyə bilərdiniz? Ümumiyyətlə, Qədr gecəsi daha çox məşhurdur ki, Ramazan ayında 3 gecə Qədr gecəsi olur. 19-cu gecə ki, bu gecədir. 21 və 23-cü gecələrdir. İmam Sadiq əleyhissalamdan ümumiyyətlə Qədr gecəsi bu üçündən biridir. İmam Sadiq əleyhissalam bu 3 gecənin arasını gözəl şəkildə cəmləşdirir. İmam belə buyurur ki, Ət-təqdiru fi leyləti tis'ətü əşər. İnsanların təqdiri, ölçü, biçimi bu 19-cu gecəyə aiddir. Vəl-ibramu fi leyləti ihdaşər. 21-ci gecədə insanların bu ölçü biçimindən əlavə bəzi ölçü biçimlər başlayır möhkəmlənməyə. Artıq Allah dərgahında dəqiqləşir. Və buyurur ki, 23-cü gecə isə artıq imza gecəsidir. 19-cu gecə ölçü biçim, 21-ci gecə bu ölçü biçimin möhkəmlənməsi və 23-cü gecə artıq Allahın imza və təyididir. Qədr gecəsinin gizli qalmağının əsas bir səbəblərindən bəndələrin çox ibadət eləməyidir. Xüsusən də bu 3 gecəyə məsələn əhəmiyyət verib ibadət etmələridir. Amma başqa bir cəhətdən yanaşsaq görürük ki, Allah bəzi vaxt özünün bəzi şeylərini gizlədibdir. Və bunu gizlətməyinin özünü bir illət və fəlsəfəyə çevirir. Necə? Məsələn, bu hədisdə də var ki, Allah öz qəzəbini günahların içərisində gizlədibdir. Məsələn, bəndə günah eləyərsə Allahın qəzəbinə düçar olar. Və yaxud Allah öz dostlarını, övliyalarını bəndələri içərisində gizlədibdir ki, sevilsinlər. Və Allah Teala bəzi qəbul olunan duaları var ki, bu duaları da xüsusi bir günlərdə gizlədib ki, o günlərdə dua eləyin, xüsusi bir anlar var qəbul ola. Allah öz əzəmətli adlarını bütün adlarının içərisində gizlədib ki, mənim bütün adlarımı zikr eləyin, tam mənim o ismi əzəm, əzəmətli adlarıma yetişin. Və görürsən ki, bəzi vaxtda Allah öz ölümünü, yəni bəndələrinin ölümünü görürsən ki, müxtəlif anlarda gizlənib. Görürsən, insan sağlamdır və bir də eşitdin ki, filan kəs məsələn dünyasını dəyişib. Və Qədr gecəsi də o gecələrdəndir ki, o əzəmətli gecələrdəndir ki, Allah Teala bunu gətirib salıb Ramazan ayının içərisinə. Və burada 3 gün müxtəlif gecələrdə ibadət olunur. Və bu 3 günün içərisində də o gecəni bir gecə olaraq qərar verib. Əslində ki, bu 3 gün ibadət oluna və yaxud rivayətdə var, siz əvvəldə dediyiniz kimi Həzrət Rəsulullahdan nəql olunur ki, Ramazanın axır 10 gününü məsələn Həzrət Rəsulullah yatmazdı və bu gecələrin içərisində Allah Teala dəyərli gecəsini ibadət üçün, bəndənin oyanışı üçün, ruhun saflığı üçün qərar verib və gizlədibdir. Aydındır. Ümumiyyətlə, keçmiş ümmətlər, bizdən öncəki ümmətlər üçün necə Qədr gecəsi mövcud idi mi, buyurulmuşdu mu? Quran-ı Kərimə diqqət eləsək, görürük ki, ümumiyyətlə mübarək Ramazan ayı bütün ümmətlərdə var idi. Olubdur, Yahudilərdir, Xristiyanlardır və sonra da biz müsəlmanlardır. İndi ola bilsin, cüzi bir əhkamlarında, hökmlərində fərqləri ola. Amma Qədr gecəsi, bəzi nəqillərdə vardır ki, bəli, bütün ümmətlər üçün olubdur. Amma bəzi nəqillərdə var ki, Həzrət Peyğəmbərdən nəql olunur ki, İnnallaha vəhəbə li ümməti. Allah mənim ümmətim üçün bağışladı Leylətəl Qədr. Qədr gecəsini ləm yu'tihə mən kanə qəbləhum. Yəni, bizdən qabaq heç bir ümmətə bu gecəni verməmişdir. Təbii ki, oruç tutmaq, mübarək Ramazan ayının bütün ümmətlərdə olması və sonra da bizə ümmətə keçməsi təbiidir. Amma bu ayın içərisində də Allahın xüsusi bir gözəlliyi və özəlliyi vardır ki, bu gecə ilə bağlı onu da İslam ümmətinə bəxş eləyib, belə deyək. Və hətta bu gecənin Allahın bəxş etdiyi şeylərdən biri də, məsələn, İmam Əli əleyhissalamın sabahki
gecələrdə şəhadət məsələsidir ki, Allah Taala bu gecələri bir növ vilayət məsələsi ilə də bağladı. Bu vilayət məsələsi də görürsən ki, bizim ümmətə xas olan məsələlərdən biridir ki, vilayətin, ilk imamətin, şəhadətinin bu gecələrdə qərar verib ki, imamətsiz ibadətinizin o qədər dəyəri yoxdur. Gərək imamətə etiqadınız ola ki, ibadətiniz canlı ola. Bəzi şeylər həqiqətən Allahın hikmətidir. Sadəcə biraz düşüncəyə ehtiyac var, biraz dəqiq və dərin düşüncəyə həqiqətən ehtiyac var ki, insan bəzi şeylərin həqiqətinə o zaman varmış olur. Aydındır. Ümumiyyətlə, nə üçün Qədr gecəsində biz bilirik ki, yəni əsas Quranın nazil olduğu gecədir və özü də işarə edir Allah Teala Quran-ı Kərimdə. Nə üçün məhz Qədr gecəsinə təyin olunub bu Quranın nazili? Ümumiyyətlə, belə bir məsələyə işarə edeyim ki, Quran-ı Kərim ki, özü buyurur, İnna ənzəlnahu fi leylətil qədr, biz Quran-ı Kərimi Qədr gecəsində nazil elədik. Ümumiyyətlə, İslam tarixinə baxdıqda biz görürük ki, Həzrəti Rəsulullahın Peyğəmbərlik elədiyi dövr 23 il müddətindədir. Amma nə cür olur ki, Allah Teala buyurur, mən Qur'an-ı Kərimi Qədr gecəsində nazil elədim. Və bəs bu 23 il harda qalır? Ki, bu adətən diqqət olması, bəli, sualda olur məsələlərdəndir. Ümumiyyətlə, Qur'anın nazil olmaq haqqında Qur'an elmlərində belə bir bəhs var ki, Qur'an 2 mərhələdə nazil oldu. Biri dəf'i mərhələsi, biri tədrici məsələsi. Tədrici məsələsi, yəni yavaş-yavaş nazil olmaq ki, 23 il müddətində müəyyən hökmlər soruşuldu, müəyyən hadisələr baş verdi, nazil olma səbəbləri yarandı və 23 il müddətində Qur'an-ı Kərim nazil oldu və katiblər bunu yazdı. Bu tədrici forması. Amma Qur'an-ı Kərimin dəf'i, yəni birdən-birə nazil olan forması da təfsirdə qeyd olunur ki, bu həmən Qədr gecəsinə aiddir ki, Peyğəmbərin pak ruhuna, qəlbinə bir dəfəlik Qur'an bu gecədə nazil oldu. Və həmçinin nə üçün Qədr gecəsi qeyd olunur? Ən diqqətli məsələlərdən biri də bundan ibarətdir ki, Qur'an-ı Kərim nə kitabıdır? Qur'an-ı Kərim bəşəriyyətə nazil olub onların yaşayışını hidayət vermək üçün, istiqamət vermək üçün yol xəritəsi. Bəli, yol xəritəsi kimi, hidayət xəritəsi kimi olan bir kitabdır. Qədr gecəsi hansı gecədir? Qədr gecəsi o gecədir ki, insanların bir illik yaşayış proqramı yazılır və tənzimlənir. Yəni, o gecə ki, yenə də insanların yaşayış və hidayət proqramı yazılan gecədir Qədr gecəsi. Qur'an-ı Kərimdə insanların yaşayışını tənzimləyən bir kitabdır ki, bunların yenə insan yaşayışında, insan hidayətində həm gecənin, həm kitabın bağlılığı var. Və odur ki, o cəhətdən Qur'an-ı Kərim deyirlər Qədr gecəsində nazil olmuşdur. Ümumiyyətlə, bu gecənin əməlləri də deyilənlərə görə yəni var, bizə gəlib çatıb. Amma bəzi insanlar var, misal evdə otururlar, televizora baxmaqla deyə, əsas mən oyaq qaldım, yatmadım və Qədr gecəsində səhərə qədər deyirlər, oyaq qalıq, mən də qaldım. Amma bu gecəni ümumiyyətlə necə keçirmək lazımdır və bu gecənin hansı əməlləri var? Ümumiyyətlə, oyaq qalma haqqında istərdim bir məsələyə toxunum. Və bu gecənin əməllərinin birində İmam Sadiq əleyhissalamdan nəql olunur ki, yaxşı olar insan Qədr gecəsinin 100 rükət namazını qıla. Bir nəfər deyir ki, ya ibnə Rasulillah, bir dənə elə oldu ki, məsələn, o vəziyyətdə oldu, 100 rükəti, məsələn, ayaq üstə qılanmadıq. İmam buyurur ki, otura-otura. Deyir, bir dənə oldu, otura-otura da qılanmadıq. Bəzi adamlar var, yəni bəhanə arxasıncadır. İmam buyurur, uzanmış halda. Qədr gecəsinin, oyaq qalma Qədr gecəsinin ən son əməlidir. Bir nəfər istəyə bu gecənin fəzilətindən, bərəkətindən məhrum olmaya, nə məscid əhlidir, nə başqa bir yana, heç olmasa onun son olaraq vəzifəsi bu olur ki, bu gecəni oyaq qalsın və müəyyən televiziyada bir din xadiminə qulaq assın, heç olmasa gecəsini belə keçirsin. Bu gecə dəyərli olduğuna görə bu gecə haqqında bir neçə əməllər bizə tövsiyə olunur. Məsələn, axşam namazından sonra Qədr gecəsi niyyəti ilə qusul almaq bizə tövsiyə olunur ki, Qədr gecəsinin
qusulunu alıram. Qurbətən ilallah. Yəni normal alınan qusullar kimi insan bu niyyətdən sonra başını yuyar, sonra bədəni iki hissəyə ayırır, sağ tərəf, sol tərəf və bu şəkildə qusul edir. Bunun özü gecəyə ilk addımdır Qədir gecəsinə ki, ilahi mən bu gecəyə, bu gecənin qusulu ilə daxil oldum. Ruhumu zahirən də olsa paklaşdırdım, bu gecəyə daxil oldum. Yəni insan ruhunda, insan mənəviyyatında bu addımın böyük təsiri var. Bundan başqa bu gecədə məsələn tövsiyə olunan ibadətlərdən və yaxud zikirlərdən biri Əstəğfirullah və ətubu iləyh demək zikridir ki, bəzi yerdə 70 dəfə nəql olunub, bəzi vaxt görürsən ki, bəzi rivayətlərdə 100 dəfə nəql olunubdur. Amma ümumiyyətlə bir şeyi qeyd etmək istərdim ki, zikir anlayışı İslamda sadəcə əlinə təsbih alıb 100 dəfə, 1000 dəfə nəyisə demək deyil. O zikrin zahiri formasıdır. Zikir İslam dinində və İslam irfanında bu anlama gəlir ki, insan o zikri dilə gətirdiyi an Allahla olan əlaqəsini kəsməyə. Eyni buna bənzəyir ki, bir futbol aşiqi bir saat yarım futbola baxır və həmişə həyəcanlıdır o səhnədə. Və zikir odur ki, insan Allahı yad eləyəndə həmişə o yad səhnəsində, yad etdiyi səhnəsində insan həmişə canlı ola. Heç əlaqəni, rabitəni kəsməyə. Və burada bir dəfə də Əstəğfirullah Rəbbi və ətubu iləyh desə, bu zikri qəbuldur. Amma normalda tövsiyə olunur ki, bizim 70 dəfə və yaxud 100 dəfə Qədir gecələrində Əstəğfirullah Rəbbi və ətubu iləyh zikrini deyək. Yəni, ilahi mən gəlmişəm. Namaz qılmaq məsələsi varsa. Bəli, bir-birində onları məsələn qeyd eləmək istədim. İnsan zikri, yəni ilahi mən sənə doğru gəldim və tövbə eləyirəm, sən mənim tövbəmi qəbul elə, bu kimi anlama gəlir məsələn. Və yaxud Qədir gecəsinə aid 2 rükət namaz var ki, mərhum Şeyx Abbas Quminin Məfatihul Cinan kitabında və yaxud internetdə də yazsaq, bu namaz çıxır Qədir gecəsinin namazıdır. Ən azından insan eləyə bilər ki, o 2 rükət namazı qıla, sonra bir sıra dualar vardır, Coşan Kəbirin oxunmağı tövsiyə olunur, 101 bənddən ibarət. Orada da yenə nədir? Subhanəkə la ilahə illa ənd inni kuntu minəz zalimin. Orada da Allahın adlarını zikir etdikdən sonra biz bəndə olaraq Allah qarşısında bir daha etiraf edirik ki, ilahi sən pak idin. Mən idim özümə zülm eləyən. Zülm eləyən özümüz idik özümüzə. Sən paksan. Sən bizi məsələn bağışla. Bu kimi anlamlarda məsələn Allahı ant veririk. Onun məsələn adlarına, Qur'an-ı Kərimə, Əhl-i Beyt adına və bu kimi şey ki, Qur'an-ı Kərimi bu gecədə başımıza qoymaqla bir daha Qur'anın ki, baş insanın ən şərafətli üzvüdür. Biz bunu sübut eləmək istəyirik ki, biz Qur'an-ı Kərim ki, ən şərafətli kitabdır, kitablar içərisində biz bunu başımız üzərində, bu gecəki Quran nazil olub, başımız üzərində qoruyub və saxlayırıq. Həm hökmlərini, həm özünü. Mən sizə təşəkkür edirəm, Hacı. Bu vaxt ərzində əminəm ki, tamaşaçılarımızı maraqlandıran mövzuları çatdıra bildik, məsələləri çatdıra bildik. İnşallah dua edirik ki, həqiqətən bu gecələrdə edilən duaları da Allah öz dərgahında qəbul eləsin və digər Qədir gecələrini də bizə nəsib eləsin inşallah. Bəli, əziz tamaşaçılarımız, bugünkü verilişimiz də burada yekunlaşır. Bir daha sizə bizi izlədiyinizə görə bu günlərdə təşəkkür edirik əlbəttə və hər birinizin bu gecə etdiyiniz ibadət dualarınızın da qəbul olunmasını diləyirik. Sağ olun, Allah əmanət olun.